Hamıya salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə Robloxda olan Animal Hospital oyunu oynayacağıq. Kanalıma abunə olub like atmağı unutmayın. Salam, mən də Zəhran Batsı. İndi oyuna başlayırıq. Yəni oyun oynayırıq. Animal Hospital oyunu. İndi bu siz elə bir həm biz necə oynadığımızı görəcəksiniz və biz sizə bu oyunun yəni bu oyunu oynamayanlar ya da oynamaq istəyənlər üçün istəyənlər üçün teoriyalar verəcəyik də, yəni yeni başlayanlar, heç nə bilməyənlər belə. Burada yəni ilk başlarda normal yəni həyat, çocuklar falan Normal geliyor. gedir. Bax orada başını vuran adam var. Ona qəhvə verəndə gedir o. Teoriyalar indi ilk var deyə dayaq deyə teoriyalar Teolar həm. teoriləri Teo yəni Gözlərimiz. sirləri falan birazdan deməyə başlayacağıq. Ya bu mənim ilk kaydımdı, yəni video kaydımdı. Pis ola bilər ha. Bu arada artıq videolarımda bacım da səslənəcək, yer alacaq yəni. Ösküz bir dənə. Öskürdüm. Burada xəstəyə baxırıq. Bəli, mən baxıram da. Zəhrə baxır. Baxırıq da, hamımız baxırıq. Hamımız baxırıq. Yəni desəniz ki, o birliklər kimdir? Bacım da var və bacımın dostları falan da var. Və əgər səhv dərmanı versəniz, xəstə ölür. Təzim ki. Bəli, ziyarətçi bayıldı. Bu bayılan xəstəni tuluysan zibilə, gedir heç kim də bilmir. yoxluğa çıxır da yəni. Yəni bu birinci teo kimi bir şeydir. Teori. Teo da teo. Yəni məsləhət də deyə bilərik. Burada orada kofe olur. Cam yəni sıra içsiz də dostlarınızla falan. oynayın. Burada bəzi karakterlərimiz fərqlidir. Yəni burada oyunda özdə karakter olma Məsələn, yerindən. bu tip bacısı olan lazımdır. Niyə burada mağazada gördüyünüz kimi bir şey var? Mağazadan şeylər ala bilərsən. Oyunun sonunda da sən maaş kimi pullar gəlir. Akıl sağlığın da olsun artıq bir şey. Burada kostyumlara görə bəzi şeylər də dəyişir. Kostyumlara görə akıl sağlığın çox gələ bilər. Özündən pul ola bilir falan belə. Mənim kostyumum belə bahalıdır, $500. Çox bahalıdır. Çox bahalıdır şübhəliyim. 500 ona görə doğulanda 100 olur. Ağız Burada sağlam. şif raporda yəni sən nə qədər xəstə öldürdüyünü, nə qədər xəstəyə baxdığını, ya da xəstane performansı nə qədər olduğunu şey. Aha, bu Ratu, bu Sandır, yəni. Bunun hekayəsi bu da bir şeydir. Bunun hekayəsi isə şeydir. Hekayəsi belədir. Dərin nəfəs alın. Hekayəsi belədir. Bunun bacısı bu xəstəxanada heyvan şirkəti üçün işlərmiş. Bir gün bunun bacısını bu xəstəxanada öldürüblər. Ona görə də bu elə bir xəstəxanada da intiqam üçün gəlir. Biz də ona kömək edirik və bizə güvən falan istəyir də bizdən. Biz onu dostu kimi görürük. Sonraki vadələrdə oturub bizə açar verəcək və biz açar kassanı açıb. Spoiler vermə. Abalosu görəcəklər də indidən deyilmiş olmaz. Tamam. Mən səbirsizlərlə bir şey deməkdir. Burada da özdə kameralardan baxırıq ki, bu normaldır. Normaldır, yoxsa anomali oyundur da yəni. Aha. Yəni nə deyə bilərəm? Bu oyunu bu arada izləyicilərimdən kim oynayıbsa şərhlərdə desin ki, mən bu oyunu oynamışam və çox maraqlıdır. Yəni məncə də çox maraqlı bir oyundur. Danış. Yəni nə deyim? İşte. Burada balçıqları təmizləmək üçün maple yox, öksürük şəkərindən istifadə etsən və daha sürətli. Aha. Bu Barney babamızdır. Bu Barney bizdən eləcə qəhvə istəyir. Sonralar indi bu bizdən başqa şeylər də istəyəcək. Və bunu indi demirəm, özünüz görəcəksiniz. Siz görəndə mən də sizə deyərəm. İzləyərək görəcəksiniz. Burada nə göstərsən dediyiniz üçün deyirlər ki, Barney qılıq dəyişdirib gəlir. Ona baxırdım. Yəni ona görə sizə göstərdim. Burada da bir xəstəyə baxırıq. Bir dənə də onu demək istəyirəm ki, orada bir teaser var, şok var. Elektroşok cihazı var. Anormal görsəniz, yəni istəyirsinizsə bir var pəncərəni bağlamaq, bir də var onu şokla öldürmək. Öldürmək deyəndə yəni şoklamaq da. Mən çox vaxt şoklamağı seçirəm. Burada yanğın söndürən tüpümüz var. Bunun üçün yəni otaqlar birdən-birə yana bilir. Bu yəni oyun. Hər şey ola bilər. Bu xəstəxanada.
Bir də anomalilər burada çoxdur. Bir anomali isə elə bir sonraki iləridəki variantlarda buna nə qəsəz siz burada? Biz burada belə çıxmağa çalışırıq. İləridəki variantlarda divarlardan belə balaca anomalilər çıxır. Onlar üstə də tüp yanğın tüpünü boşaldanda onlar ölür. Yox olur. Yəni bu normaldır. Belə baxırıq da. İlk başda biraz sıxıcı olur mənim üçün. Amma sonradan elə maraqlaşır ki, ay Allah, ay Allah. Burada ambulansın gəlməsinə bir vardiya falan qaldı. Onu da deyək. Xəstəxana olduğu üçün ambulans falan da gəlir. Onda xəstələr çox olur falan filan. Məsələn, burada şəkil çəkilir ki, şəkildə belə gözləri, qulaqları falan qəribə olsa, Məsələn, mən burada bayıldığı üçün zibil atıram. Baxmaq yerinə. Kamerada baxırıq normaldırmı, anormalmı deyimi. Ağzının içinə baxıram. Sonra da buradan şəklini çəkirəm. Hər şeydən normal çıxdısa, deməli bunu içəri ala bilərik. Əgər bir də var, onun içinə geçsiniz, heyvanın içinə geçsiniz, keçmək olur. Əgər onun ağzı varsa, belə dişləri olsa, bilin ki, o anomalidir. Yəni onu elektroşokla ya da onu panjurlara bağlayın. Pərdələr, panjur nədir? Panjur kimi bir şey. Burada yenə ağzının içinə baxıram ki, diş var. Kameradan da normaldır. Şəkildə gözləri fərqli olduğu üçün fikir verdiysəniz bağlayıram. Fərqlidir? Hə, fikir vermədin. Siz fikir verərsiniz baxanda. Gerçi hətta gözlər belə açıqdır. Kamerada belə gözləri belədir. Normal olmay, sənə elə gəlir. Yox. Tamam, bunun başa tutdu falan. Adam deyir bizə. Deyir, bax, heç kimə güvənmə. Deyir, buradakılar pisdir, pis. Yəni siz də pissiz, işçilər də. Bu ziyarətçi olaraq gəlir bura. Hədə bəyəxdir. Demədik, ziyarətçi kimi olanlar da gəlir məsələn. Yəni, onlar xəstə yanına gəlir. Biz seçmirik ziyarətçilər götürmək. Çünki anormal olurlar, gəl bizi öldürmək. Əvvələn seçirdik, indi bir dənə video gördük. Bir risk almayaq yəni. Yəni ambulans gəldi, mən daha çox... Başqa teolar da qoyunlar fikirləşib bilərik. Bu arada siz həmişə kahve içəndən, qəhvəni götürəndə 3 qurtum alın ya da 2 qurtum. Birisini də saxlayın. Saxlayın da harada saxlayın bilirsiniz. Orada chat var ya, mesajlaşma yerində sumka var orada yuxarıda gördüyünüz kimi. O sumkaya basıb qəhvəni də onun üstünə yəni qoyanda, üstünə basıb qoyanda qəhvəni orada qalır yəni. Ay, nəfəs almıyor oldum. Bir də bu oyunda bir dənə anomali var ki, uzun boyludur. Adı Stalker'dır. Skinwalker'dır, hə. O sizin canınızı 10% aparır. Bir də yataq altı canavar. Mən çox tez danışıram. Yəni bir 2x-dayım. 2x-dın. Yataq altı canavarı var. O yataq altı canavarına da maple şəkili ya da ət versəniz, orqan əməliyyatxanadan götürə bilərsiniz. Ondan verəndə gedir. Danışma bir şey tapa bilmirəm. Bu arada mən bəzi xəstələr hər şeydən baxıram. Hər şeydən normal. Burada öldürürdük. Burada əməliyyatda ölür. Hə, deməli bəzi xəstələr baxıram, hər şeydən normal çıxır. Burada ən iyi çalışır mən çıxdım. Hər nəysə. Hər şeydən normal çıxır. Bir də baxsan ki, gəlsən yeməyə. Amma çox diqqətli olmalıyıq. Ağzını açır falan. Ağzını açır, gəlirsin üstünə cumur. Deməli Neyse, bax yenə Bani gəldi. İndi yenə qəhvə istəyir. Sumkasını verirsə mənimsə var. Burada əlində, sən niyə burada dursan necə? Siz madəniz burada durun çünki. Neyse, əlində olan şey gəlir. O bizə ziyarətçi üçün, yəni ziyarət etməyə gəlib kimsən. Bani indi bizdən bir şey istədi ki, o bizə bir çamadan verir, biz çamadanı yanımızda gizlətməyi və çamadan yazı ki, açmayın. Görək içində nə var? Bilmirik. Görək deyirəm, yəni heç də bilmirik. Açmaq olmazmış. Onu açmaq olmasa da zaten atmaq olmur. Normaldır da yəni. Görən kamerayı sıkılır. Heç xəstəyə baxmıyorsan, yəni bunu. Xəstə ambulansı çox insanı. Gəl. Diyandanı telefon üstündə, telefona vurardın.
Neyse biz başqa şey haqqında danışırıq. Şu an uzun bir sessizlik olabilir. Alo, ay. Hə, uzun bir sessizlik olabilir. Buralara baxıram. Çünki yəni bilmirik nə danışaq. Sıxıldım. Bir şeyler aktarırıq danışmaq. Ya kayıt etmək çox pisdir. Ambulans geldi danışırıq. 40 dəqiqə nə danışacağıq biz? Nəhəm? Video 40 dəqiqədir. Slime canavar var polis falan. Ay kopya verdim. Spoiler vermə. Ama bilmirlər nədə oynamayanlar. Zərvətçi bayılacaq. Hamısı da bayılır yəni. Təsadüfə bax, təsadüf. Evet, onları zibdən tutmuruq. 50-ci dəfə deyirik. Onun sıfatı anormaldır. Bax, Vicdanım. Burada ikidə kameralar hansısa işləmir. Oradan üstünə basıb düzəltmək lazımdır. Baxın, məsəl üçün bu. ay, keşke bu hissələri videoya qoymazdı. Çox sıxıcıdır. Və bəzi yerləri videodan çıxartmaq olur. Səs qayacaq. Niyə kayır? Belə çıxarsam, qırpsam falan. İnmə. Pardon. Bu arada istəyirsənsə, dayandırıq belə əsas yerləri keçir, oradan danışmaya Elə başlayaq. olur. Hə, tamam. Boş qalacaq ambulansa qoy. amma. Əsl boş qalacaq. Yəni danışıq olmayacaq da. Təcə bundan görsənəcək. Elə bil dayandıracaqsan, keçəcəksən əsas yerləri, oradan danışmaya başlayacaqsan. Amma bizim indi bu yerlər görsənəcək yəni. Görsənəcək. Prosta dayandıran kimi boş qalacaq. Bir də ambulans gəndə məsələn açsaq elə. O bəlkə mahnı falan qoyar. Hər nəsə dayandır. Dostlar, indi biz geri qayıtdıq. Yəni şeyləri indi ambulansa səsləndirəcəyik. Ambulansda nələr baş verir? İndi bizə həkim gəlir, deyir ki, ambulans gəlir, bizə bir məlumat verir, amma təkcə bu var deyə 4 də yeni güncəlləmədən dolayı. İndi burada çoxlu xəstələr gəlir, yanında yazır. Biz təkcə kritiklərə baxırıq, digərlərinə sonradan baxırıq. Çünki kritiklərin saniyəsi var. Burada gördüyünüz kimi və əgər saniyədə onu sağaltmırsanız, ölür. Əgər bizim də xəstə öldürməyə 3 şansımız var. Xəstənin 3-ü də ölsə, biz ölürük. Geri lobiyə qayıtmalıyıq. İndi hamı belə təlaş içindədir. Əslində biz bu, yəni səsimi yaxşı düşmür. Çünki biz elə qışqırırıq ki, otaq bura gedin falan filan. Yəni çox həyəcanlı olur da. Yəni belə də hələ bir yerə koşuşdurur. Amma ən əsasları var otaq 6, 7, 8-də. Çünki onların işi çox uzun sürür. Bunlar məsələn bir şeyə baxsa necə dərman istəyir. Amma digərləri vacibdir. Məsələn, kritik olmayanlara tələsmirik. Çünki zaten kritik deyil, vaxt yoxdur. Məsələn, ölümlü çərinlərsə, qoy sizə ölümlü çərin haqqında danışım. O da, hə. Otaq bir. Ölümlü çərindəysə, əlinizə göz damlası alıb vuranda gedir. Amma əgər ölümlü çərin olsa, sizin elektrik şokunuz və ya silahınız olsa, silahla vurun o adamın başına. Çünki onlar anomali olur o silah. Burada yəni çox şey olmur. Biz burada indi əməliyyatda birini öldürəcəyik. Əməliyyatda əgər belə usta biriniz usta olsanız, bir nəfər girəmə, çox nəfər girəndə qarma-qarışıq olur. Öldürmə ehtimal daha da artır. Məsələn, eyni kişi 2 dənə, məsələn, qatil lazımdır. Hə, 2 dənə qatil versə, 2 nəfər qatil versə. Ölə bilər də yəni. Ölmə ehtimalı çoxdur. Hə. Biraz mən danışım, kanal mənimdir. Mən konukam. Ambulans gedir də bitir.
Məsələn